Salam, Texno Tədris Mərkəzi tərəfindən 6-cı siniflər üçün sınaq 2 riyaziyyat suallarının izahına baxaq. 3-də 2 hissəsi 24 olan ədədin 2 mislindən. Deməli, hissəsinə görə ədədi tapmaq üçün biz ədədi hissə göstərən kəsrə bölürdük. Yəni, tərsinə vururduq. Bu da ki, 2-yə bölüb 3-ə vurmaqdır, 36 olur. Ədədin 2 mislindən, 2 misil deyirsə, həmin ədədi biz 2-yə vururuq, bu olur 72. 6 çıxsaq, 72-dən də 6-nı çıxırıq, bu da bizə verir 66. Hansı ədəd alınır? 66. Hesablayın. Biz birinci mötərizənin içərisini hesablayırıq. 1 tam 5-də 4 üzərinə gəl 3 tam 4-də 3. Kəsirləri toplamaq üçün əvvəlcə onların tamlarını toplayırıq, sonra isə kəsir hissələrin toplayırıq 4-də 3, üstə gəl 5-də 4. Tam hissələrinin cəmi bizə 4 verir, üzərinə gəl. 4-də 3 ilə 5-də 4-ü toplamaq üçün onların orta məxrəcini tapmaq lazımdır. 4 ilə 5-in buradan yazıram əkobu, 4 ilə 5-in əkobu 20-yə bərabərdir. Yəni hər ikisinə bölünən ədədən kiçik. Onda 20-ni 4-ə bölsək 5 dəfə, 20-ni 5-ə bölsək 4 dəfə. 5 üçün 15, digər kəsirimiz 20-də 16 olacaq. Bu da 4 üstə gəl 20-də 31 olur. Yəni 4 tam 20-də 31. Bu da ki 4 üzərinə gəl. Bunu biz belə yazaq. Bir dəqiqə. 20 qalsın. Bunu düzgün olmayan kəsirə çevirsək 4 20-nin 80 üzərinə 31 gələndə 111. Və aldığımız cavabda nə baş verəcək? 2-ni bölməliyik həmin ifadəyə. Biz 2-ni bölürük 20-də 111-ə. Kəsiri bölmək üçün qayda belə idi. Birinci kəsir olduğu kimi qalırdı. Bölmə vurma olurdu. İkinci kəsirin surət və məxrəcinin yeri dəyişirdi. Olur 111-də 40 B variantı. Kəsiri tam ixtisar edin. 33 bölünsün 8 bölünsün 22 vur 45. 33 vur 8. Biz görürük ki 33 və 22 hər ikisi 11-ə bölünür. 33-ü 11-ə bölsək 3, 22-ni 11-ə bölsək 2. Sonra 3 ilə 45 hər ikisi 3-ə bölünür. 3-ü 3-ə bölsək 1, 45-i 3-ə bölsək 15. 8 ilə 2 hər ikisi 2-ə bölünür. 2 2-ə bölünür 1 dəfə, 8 2-ə 4 dəfə. Surətdə qaldı 1 vur 4, məxrəcdə 1 vur 15. Yəni 15-də 4 A variantı. 7-də 4 kəsirini hansı ədədə böldükdə 35-də 4 alınır? 7-də 4 kəsirini hansı ədədə böldükdə? Tutaq ki, bölürəm x-a və 35-də 4 alıram. Məhsul böləni tapmaq üçün biz bölünəni qismətə bir daha bölməliyik 35-də 4-ə. Kəsirlərin bölünməsində birinci kəsir olduğu kimi qalırdı, ikincinin tərsinə vururduq. 4-lər ixtisar gedir, 35-i də 7-yə böləndə doğru cavabımız 5. C variantı. 1 tam 10.000-də 2399 onluq kəsirini %1-lərə qədər yuvarlaqlaşdırın. Deməli biz 1 tam 10.000-də 2399-u %1-lərə qədər yuvarlaqlaşdırırıq. Vergüldən sağdakı birinci ədəd 10-da 1, %1, 1000-də 1, 10.000-də 1-dir. Bizdən %1 soruşur, yəni buraya qədər yuvarlaqlaşdırırıq. 3-ə qədər. 3-ün sağındakı ədəd, bax bu 9-dur. 5 və 5-dən çox olarsa, onda bu 1 vahid artırdı, qalanlar olurdu 0. Sıfırları da atırıq, 1 tam %24. Verilmiş kəsirləri artan ardıcıllıqla düz. Burada ən kiçik 0,78-dir. Birinci bu gələcək. Yəni tamı kiçik olan budur. 0,78 var. Bir də 0,8 sonra gələcək. İkinci budur. %78 sonra 0,8 olan 2 dənə variant var. Ya B-dir ya Y-dir. Yox. %78-dən sonra 0,8 gələn ya C variantı ya Y variantı. 0,8-dən sonra 1 tam %7 gələcək. 1 tam %7 gələcək. Daha sonra 2 tam %83 gələr. Daha sonra 17 tam onda 8 gələcək. Doğru cavabımız Y variantı. Bu bərabərsizlikdə ulduzun yerinə yazıla biləcək rəqəmlərin cəmi. 1 tam 1000-də 374 sağdakı ədəddir. Burada isə 1 tam 1000-də 10.000-də daha doğrusu 3745-dir. Soldakı ədəd 1 tam 10.000-də 3, 5, 6 görürük. Biz bu ulduzun yerinə nə yazmalıyıq ki, kiçik olsun? Bu kiçik işarəsidir.
1, 3, ulduz, 5, 6. 1, 3, 7, 4, 5. Əgər yuxarıdakı aşağıdakından kiçikdirsə, görürük tamları eynidir. Onda birləri də eynidir. Kiçik olması üçün ulduzun yerində ya 6 olmalıdır, 7 ola bilməz. 7 olsa bu 756 eləyər, bu 745 eləyər, böyük olar. Deməli, ulduzun yerinə ya 6 ola bilər, ya 5, 4, 3, 2, 1. Rəqəm dediyi üçün 0 da ola bilər. Cəmlərini soruşur, bunları toplayırıq. 6 üstə 5, 11, 11 üstə 4, 15, 15 üstə bu da 5, 20, 21 B variantı. X-in qiymətini bizdən soruşur. Biz bu verilən kəsiri düzgün olmayan kəsirə çevirsək, 12-ni 6-ya vursaq 72, o da 5, 79 bərabərdir X bölü 12. Burada kəsirin məxrəci 2 dəfə artıb. Yəni 6-nı 2-yə vursaq 12 eləyər. Onda surəti də 2 dəfə artmalıdır. 79-u 2-yə vururuq. 2, 9-un 18, 1 yadda. 2, 7-nin 14, o da 1, 15. Bir dəqiqə səhv elədik. 6, 77-dir burada. 79 yox, 77. Burada da 2, 7-nin 14, 154. Müqayisələrdən hansı doğrudur? 2, 4-də 2-yə bərabərdir. Xeyr. 1, 13-də 14-də bərabərdir. Xeyr. 1 tamla başlayıb, bu isə 0 tamdır C variantıda. Bu da doğru deyil. 2 tam 5-də 1, 2 tam 4-də 1-dən kiçikdir. Bəli. Tamları eynidir. Tamları atırıq. 5-də 1, 4-də 1-dən böyük, kiçikdir. Çünki surətləri eyni olan kəsirlərdən məxrəci kiçik olan böyükdür. Bu doğrudur. 45, 60, 75 ədədlərinin ən böyük ortaq böləni. Ən böyük ortaq bölən əbobdur. Biz əbobu tapmaq üçün verilən ədədləri sadə vuruqlara ayırırdıq. 45 3-ə 15 dəfə, 3-ə 5 dəfə. 60 2-yə 30 dəfə, 2-yə 15 dəfə, 3-ə 5 dəfə, 5-ə 1 dəfə. 75 5-ə bölə bilərik, 3-ə də bölə bilərik. 75 5-ə bölünür 15, 3-ə 5, 5-ə 1. Ən böyük ortaq bölən əbobdur. Əbobu tapmaq üçün ortaqların hasilini tapırdıq. Deməli, baxaq görə 3 varmı? Bəli, 3 vuruğu ortaqdır. 3. Növbəti 3 vuruğu ortaq deyil. 45, burada 5 yaddan çıxıb. 5, 5-ə 1 dəfə. Sonra 5 də ortaq vuruqdur. 3 vuruqsun 5. Doğru cavabımız 15. 4-də 3 kəsirinin 5-də 2 hissəsi. Ədədin hissəsini tapmaq üçün ədədi verilən kəsirə vurmaq lazımdır. Yəni 4-də 3-ü 5-də 2-yə vururuq. Burada 4 ilə 2 ixtisar edir. 2 qalır. 2, 5-in 10, 3 də surətdə. A variantı. Növbəti hesabdır. Bunu hesablamaq lazımdır. 6,48 üstəyə 0,752 çıx 1,35. Demək, toplayaq. 6,48 0,752. Toplayanda onluq kəsirləri və ya çıxanda vergülün altına yazılır. Boşluğa bir 0 atırıq. 0 üstə 2, 2. 8 üstə 5, 13, 3, 1 yadda. 4 üstə 7, 11, o da bir 12. 6, o da bir 7. Bundan çıxırıq 1 tam %35'i. 2 düşür aşağı. 13'dən 5 çıxanda 8. 11'dən 3 çıxanda burada 2 idi. 1 onluq getdi. 11'dən 3 çıxanda 8. 6'dan 1 çıxanda 5. 5 tam 1000'də 882 A variantı. Bir sutkanın 8'də 3 hissəsi neçə saatdır? Bir sutka, yəni bir gün 24 saatdır. 24'ün 8'də 3 hissəsini tapırıq. Yəni 8'ə böl 3'ə vur. 9 saat. 1000'də 375 onluq kəsirini adi kəsir şəklində göstərin. 1000'də 375. Biz bu kəsirin surət və məxrəcini 5'ə bölə bilərik. Çünki bilirik ki, bu ədədlərin ikisi 5'ə bölünür. 1000'i 5'ə böləndə bu 200 olar. 375'i 5'ə bölsək 75 olar. Bu kəsirlərin surət və məxrəci təzədən yenidən 5'ə bölünür. 15 dəfə, 200 də 5'ə bölündə 40. Bir dəfə də 5'ə bölsək, deməli 15 5'ə 3 dəfə, 40 5'ə 8 dəfə. B variantı cavab. Əgər düşündüyün ədədin 5'də 2 hissəsi 60 olarsa, onda düşündüyün ədədin yarısı neçədir? Düşündüyün ədədin 5'də 2 hissəsi 60 olan ədəd hissəsinə görə ədədi tapmaq üçün ədədi hissə göstərən kəsirə bölmək lazımdır. Yəni tərsinə vurmaq. Bu 150 olur. Onda düşündüyümüz ədəd 150'dir. Bunun yarısını soruşur. Yarı demək 2'yə bölməkdir. Cavab 75.
48 və 180 ədədlərinin cəminin cəm deyir. 48 üzərinə 180 gəlirəm. 8, 2, 228. Neçə sadə vurğu var? 228-i sadə vurğulara ayırırıq. 2-yə böləndə 114, 2-yə böləndə 57. Bu ədəd 3-ə bölünür. 19, 19, 19-a bölünür 1. Neçə sadə vuruq var? Bax, bu gördüklərimiz 4 dənədir. 4 sadə vuruq var. 0,4 litr suyun 8də 5 hissəsi içilib. 1 litrimiz, ümumiyyətlə millilitrlə cavabı soruşur bizdən. 1 litrimiz 1000 millilitrdir. İndi 0,4 litr onda 1000-ə vursaz 400 millilitr olar. Bunun 8də 5 hissəsi içilib. Qalanı soruşur. Biz bilirik ki, tam 8də 8-dir. 8də 5-i içilibsə yerdə 8də 3-ü qalıb. Qalanı soruşur. Ona görə 400-ü vururuq 8də 3-ə. Yəni 8-ə bölüb bu olur 50. 3-ə vursaq 150. Mağazada deməli 2 qutu şəkər tozu var. İkinci qutudan 1,8 kiloqram şəkər tozu satılıb. Qalan şəkər tozunun ümumi miqdarı neçə kiloqramdır? Mağazada 2,45 kiloqram və 3,75 kiloqram 2 qutu şəkər tozu var. Bu birinci, bu ikinci. İkinci qutudan 1,8 kiloqram şəkər tozu satılıb. Yəni 3,75-dən biz çıxırıq 1,8-i. 5, 17-dən 8, 9, 2-dən 1, 1. 1,95. Qalan şəkər tozunun ümumi miqdarı. Biz nə etməliyik? Birincidə 2,45 dəyişməyib. İkinci isə olub 1,95. 5 üstə 5, 10, 0. 1 yadda 4 üstə 9, 13, o da 1, 14. 2 üstə 1, 3, o da 1, 4. 4,4. Yəni sondan 0 silirik. 8,6 metr parçadan 2,45 və 3,75 metr kəsildi. Qalan parça neçə metrdir? Məlumdur ki, biz əvvəlcə 8,6-dan çıxarıq 2,45-i, sonra bir dəfə də çıxarıq 3,75-i. Və yaxud ikisini toplayıb ümumidən çıxa bilərik. Bunun fərqi yoxdur. Gəlin, belə eləyək. 2,45 ilə 3,75-i toplayaq. Niyə görə? Yəni, bu qədər cəm çıxılıb da, bu qədər cəm kəsilib. Bunu kəsilənləri toplayaq. 5 üstə 5, 10, 0, 1 yadda. 4 üstə 7, 11, o da 1, 12. 2 üstə 3, 5, o da 1, 6. Sondan 0-ı silirik, olur 6,2. Yəni 8,6-dan çıxırıq 6,2-ni. Bu da bizə verir 2,4 A variantı. Hesablayaq. 4-də 3 vurulsun 15-də 8. Deməli 4-də 3 vurulsun 15-də 8. Bölünsündür səhv etməsəm orada. Bölmə olur vurma və ikinci kəsirin, yəni sağdakı 8-də 5 kəsirin surət və məxrəcinin yeri dəyişir. Burada 3 ilə 15 ixtisar gedir, qalır 5. Çünki hər ikisi 3-ə bölünür. Burada 1, burada 5. 8 ilə 4 hər ikisi 4-ə bölünür. Bu bir dəfə, bu 2 dəfə. Başqa bir şey yoxdur. Məxrəclər bir-birinə vurulur 25, surətlər bir-birinə vurulur 16 B variantı. 96 ədədinin sadə vuruqlara ayrılışı hansı bənddə düzgün göstərilib? 96-nı əvvəlcə bir sadə vuruqlara ayıraq. 2-yə 48, 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. 1, 2, 3, 4, 5 dənə 2 var. 2 üstü 5 yazıram onu. Bir dənə 3 var. Cavab A variantı. Qismətinin tərsi olan ədəd 16-nı bölürük. 1,9-da 7. 1-i 9-a vururuq. 9 üzərinə 7 gəlsək 16. Kəsirlərin bölünmə qaydası necədir? Birinci kəsir qalırdı. Vurma bölmə yerini dəyişir. 9-da 16, 16-da 9 olur. Bu oldu 9. Deyir ki, cavab 9 deyil. Tərsi olan ədədi soruşur. 9-un da tərsi 9-da 1-dir. B variantı. Burada biz x-i tapmaq üçün, məhsul toplananı tapmaq üçün 8-də 41-dən 8-də 1-i çıxırıq. Məxrəclər eyni olduğu üçün surətlər çıxılır. 40 olur. 40-ı 8-ə böləndə 5. Növbəti sualda y-i tapmaq üçün, məhsul azalanı tapmaq üçün 9-da 30-la toplayarıq 1,9-da 6-nı. 1,9-da 6 ki var.
9 qalır yerində. 9. 1-i 9-a vururuq 9. 9 6 15. Bu olur 9-da 15. Məxrəclər eynidir qalır. 30 üstə 15 gələndə 45 olur. 45-i də 9-a böləndə 5 dəfə. Bizdən x vur y hasilini soruşur. 5-i də 5-ə vursaq cavab 25. B variantı. Ədədlərindən neçəsi 15-ə bölünür? 15-ə bölünmə bir-bir yoxlamağa ehtiyac yoxdur. 15-ə bölünmə əlaməti ədəd həm 3-ə, həm də 5-ə bölünməlidir. Yəni belə deyək, sonu 5-ə bölünmənin əlaməti budur ki, sonu 0 olsun. Sonu 0 olsun. 3-ə bölünmə əlaməti budur ki, rəqəmləri, daha doğrusu 5-ə bölünmə əlaməti sonu 0 və 5 olsun. Həm 0-a, həm 5-ə. 5-ə bölünmək üçün sonu həm 0 olsun, həm 5. Ya 0, ya 5 daha doğrusu. Rəqəmlərinin cəmi 3-ə bölünmə əlaməti. Rəqəmlərinin cəmi 3-ə bölünməlidir. İndi sonu 0 və 5 olmayanları çıxaq. 1706-nı çıxıram, 408-i, 42-ni çıxıram. Yerdə 3000 qalır, 555 qalır, 1900 qalır. 555 3-ə bölünürmü? Bəli. Həm 3-ə bölünür, həm 5-ə. 3000 həm 3-ə bölünür, həm 5-ə. 1900 5-ə bölünür, amma bu ədəd 3-ə bölünmür. Deməli, neçəsi? 2-si. 6-da 5 kəsirini hansı ədədə vurduqda vahid alınır? 6-da 5 kəsirini deyir, hansı ədədə vurduqda, vururam tutaq ki, x-a. Vahid nədir? Vahid 1-dir. Biz buradan x-i tapmaq üçün 1-i bölməliyik 6-da 5-ə. 1-i 6-da 5-ə bölmək, onun tərsinə vurmaqdır. Yəni 5-də 6. Yəni cavabları 5-də 6 necə tapaq? Biz budaqlı bölməklə 6-nı 5-ə bölsək, 1 dəfə bölünür, qalıq 1 qalır. Onluq kəsrə keçəndə 1 tam 10-da 2 Y variantı. Bu qədər. Sağ olun.